Hazırsınızsa başlayaq. Başlayaq mı? Gəlin bir qəhbənin balası göstərim sizə. Qəhbə balası görmək istəyən mən yazsın. Yo, ya da pis çıxdı biraz. Qəhbə balası görmək istəyən bir dənə işarə qoysun, belə işarə. Kim qəhbə balası görmək istəyir? Qəhbə balası. İndi sizə gəlin bu yaltaq qəhbə balasının sərvətini açıqlayayım. Sərvətini. Sən demə, İlham Əliyevi tərifləyən bu yaltaq kim imiş? Kim imiş? Gəlin baxaq. O Azərbaycanın birinci xanımıdır. O Azərbaycanın vitse-prezidentidir. O gözəl, yaxşı kömək edir İlham Əliyev. Yaxşı şeydir. Mən arz edirəm ki, adamlar arz edir ki, o balaca bu fahişədən əmələ gələn var ha. Bu qızının, nəvəsinin, gəlininin, arvadının ağzına çaldırdığınız var ha. Zorlanızı da klarnetinizi çaldırdığınız. Bu var ha. Bu ölüsünün coruna, anasının, dədəsinin coruna, ruhuna geyindirdiğiniz var ha bu. Bu kim imiş bilirsiniz mi? Milyonçuymuş, ferma müdürləriymiş, atçılığın müdürü. Görün neler indi diyeceğim size. Ala bakın. Bakın. İdarımız həmişə sağlam gümrah olub Azərbaycana rəhbət təyin edirsiniz. Sizin özünüzün yetişdirməniz olsun. Maaz olsun, maaz ol. Bunun anasını, başını söyün kardeşler. Bu it doğan var ha, it spermasından əmələ gələn. İt spermasından əmələ gələn. İndi deyəcəm birazdan kimiymiş. Olsun, necə ki, Ulu Önderimiz Heydər Əliyev sizi yetişdirib, onun vəsiyyətlərinin hamısına əməl edirsiniz. Özü yüksək səviyyədə. İmanın işi deyil. İndi siz olun. Deyənəmədim, çox baxdıqca əsəbləşmək istəmirəm. Bu adam kimdir? Gəlin bir baxaq görək bu adam kimdir. İndicə kətçiləri mənə yazdı. Kətçiləri. Deməli, Qabil bəy, bu adam, bu qəhbə südü əmən və bu qəhbənin doğduğu. Baxa, sifətə baxa. Sifətə baxa, mimikaya baxa. Bu qəhbə südü əmən, qəhbənin doğduğu, qızının, gəlininin, arvadının, uşağının ağzına verdiyiniz bu qəhibə kimdir? Baxaq, Ağdamlıdır. Qarabağ atçılıq fermasının 50 ildir direktor, 50 ildir Qarabağ atçılığın direktorudur, 50 ildir vəzifədədir. 3000 hektara, bir hektar demirəm ha, 3000 hektara yaxın torpağı var. Qarabağ atlarını qoruyub saxlayacaq bəhanəsi ilə Qarabağ bütün atların ətini belə satır. Qarabağ atı deyilən bir, nə bilim, bir görkəmli bir şey yoxdur. Atçılıq adı ilə bütün 3000 hektarı fermalarla donatıbdır. Yüzlərlə ferması var. Qoyunçuluq, heyvandarlıq, quşçuluq, nə bilim, nə. Əlavə olaraq Ağcabədidə Kanzavod deyilən əraziləri hissələrə bölərək fermalar tikib çobanları var. Yüzlərlə işçisi, yüzlərlə çobanı, 3000 hektar ərazisi atçılığın federasiyası. Hamısı, bax bu arvadının dilinin üstünə tökdüyünüz, arvadının ürəyinin 4 klapanını sikdiyiniz, bu qızının, gəlininin, nəvəsinin ağzına verdiyiniz, bax bu, buna bax, mimikaya baxın da, mimikaya baxın da. İndi baxaq görə sonra nə var? Pula görə öz doğma bacısı, baxım görüm bizə dəqiq. Pula görə öz doğma bacısı oğlunu da həbs elədi. Baxın ha, dəyərlən vətənlərim, indi deyəcəm sizə. Pula görə öz doğma
Salam, mən əfəndim. Deməli, fermalarda işləyən çobanların pullarını vaxtında vermir. Deməli, momenti gələndə ya qovur, ya da şərləyib həbs edir. Fermada işləyən qadınların mamışını əmir. Seksə dəvət eləyir. Məcbur edir seksə yatağa. Mən sizə bunun haqqında məlumat verdim. Ola bilər ki, məndən şübhələnib sizə növbət dəfə mən sizə mesaj yazmağa, hər şeyi sübut eləməyə hazıram. Bir Ağdamlı yazır, sağ olsun. Hüseynov Marif Məmmədoğlu. Bütün Azərbaycanı yaşatdı. Çox sağ ol. Təhsil Ağdamı yox. Ağdamın əhalisi səni çox istəyir. Sənin arxanda öz nətərlə ürəyin istəyən qədər sənə köməyi var. Öpürəm səni. Öpürəm Bizim səni. de Eyvazxanbəlidə də Allah gözəl bir mərkəz yaradacağıq. Sağ ol, bilirəm, bilirəm. Yəni atın əsl vətəni oradır da bilirsin. Oradır. Amma inanın ki, o nəslin korlanmasının qarşısını alan birinci növbədə Ulu Öndərimiz Heydər Əliyev oldu. Amma siz o vaxt çıxartmasaydınız vaxtları onlar batacaq. Erməni sevinəcəkdi. Dəyəcəkdi Qarabağda bizim belə Qarabağ atlarıdır. Öpürəm sizi. Sağ olun. Çox sağ olun müəllim. Sizə uzun ömür arzulayıram. Balalarınız xoşbəxt olsun. O balaca Heydər sizə həmişə dayaq olsun. Balaca Heydər artıq böyük. Ay Allah! Siz dediniz, çok xoşbəxt olsunlar, balalarla xoşbəxt olsun. O cümlələri... İki uşağı var. Allah! İki oğlu. Siz baxiyeli olmalısınız. Siz yerdə şəxsiyyətsiniz. Siz Azərbaycanı bütün dünyada tanıdırsınız. Sağ olun. Siz o polar yumruğunuzla siz elə cəsarətli, elə komandanlıq edirdiniz ki, siz həyatda heç vaxt udulmazsınız. Siz xeyir çıxartırsınız. O da sizdə. Yaradırsınız, xalqı yaşadırsınız, xalqa çörək verirsiniz. Bunlar hamısı sizin qanınızda var. Sizdə varsa o xalqda var. Dünən dekabrın 25-də İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyevanın dekabrın 24-də Ağdam şəhərində ikinci yaşayış kompleksinin açılışında sakinlərlə görüşü və orada Ağdamlı Ağsaqqal kimi təqdim edilən Marif Hüseynov adlı bir nəfər arasında maraqlı bir diyaloqu hakimiyyət mətbuatı ictimaiyyətə təqdim etdi. Əlbəttə, sosial şəbəkələrdə də bu diyaloq geniş yayıldı, hoydu-hoyduya götürüldü. Öncə həmin mükaliməni dinləyin. Mən arz edirəm ki, adamlar arz edir ki, o balaca Heydarımız həmişə sağlam gümrah olub Azərbaycana rəhbər təyin edilsin. Sizin özünüzün yetişdirməniz olsun, özünüzün kadronuz olsun. Necə ki, Ulu Öndərimiz Heydər Əliyev sizi yetişdirib, onun vəsiyyətlərinin hamısına əməl edirsiniz, özdə yüksək səviyyədə. Hər evladın işi deyil. İndi siz o balaca Heydər Azərbaycanın rəhbəri olsun. Onunla fəxr edirik biz. Sizlə fəxr edirik biz. Sizi sevirik, sizi dəstəkləyirik. Bütün Ağdamların adından deyirəm. Yaxşı, kimdir bu Bala Heydər proqramını ölkə ictimaiyyəti qarşısında İlhamın və onun həyat yoldaşının huzurunda səsləndirən? Hakimiyyət mətbuatı onun zəruri bioqrafiya göstəricilərinin fərqinə varmadan sadəcə olaraq Ağdamlı bir vətəndaş kimi təqdim edir. Heç nə, İlham Əliyev Ağdama gedib, orada təsadüfən bir ağsaqqal çıxıb, meydana girib və öz munis arzularını ərz eləyib. Eləmi? Amma o qədər də elə deyil. Bu, Mehdərin arzularıdır. Biraz daha dəqiq xırdalasaq, Marif Hüseynov adlı bu şəxs sərhəd qoşunları komandanı və ya Natiq Adilovun təbiri ilə desək, ölkənin baş Mehdəri olan General Elçin Quliyevin kadrıdır. Qarabağ Atçılıq kompleksinin rəhbəridir. Həmin tədbirə də bu zatı Elçin Quliyev soxuşdurub, yəqin ki, konspekti də o verib. Ya da bütün yaltaqların ağlına gələ biləcək bir tezis kimi elə özü səsləndirib.
Bu cənabı Elçin Quliyevə bağlayan bir başqa məziyyət də var, o da at ətidir. Elçin Quliyevin bina atçılıq mərkəzində bir elit restoranı var. Restoran şadlıq evidir, adı da elitdir. Həmin bu Maarif yoldaş elit restoranını at əti ilə təchiz edir. Qarabağ zonasında, əsasən də Ağdam, Füzulidə kəndlərdən Ağrı, xəstə atları Atçılıq Federasiyasının hesabına dövlətin pulu ilə alıb bir müddət sonra at güya ölüb adıyla qeydiyyata vurub silirlər. Amma at əslində ölü olmur. Onun ətini kəsib göndərirlər Bakıdakı elit şadlıq sarayına. Nəticədə belə bir maraqlı və məzəli dialoq yaranır. Mən arz edirəm ki, adamlar arz edir ki, o balaca Heydarımız həmişə sağlam gümrah olub Azərbaycana rəhbər təyin edilsin. Sizin özünüzün yetişdirməniz olsun, özünüzün kadronuz olsun. Necə ki, Ulu Öndərimiz Heydər Əliyev sizi yetişdirib, onun vəsiyyətlərinin hamısına əməl edirsiniz, özü yüksək səviyyədə. Hər evladın işi deyil. İndi siz o balaca Heydər Azərbaycanın rəhbəri olsun. Ölmüş atların cəsədi üstə yaranan bu diyaloq göründüyü kimi İlham Əliyevin də canına sarı yağ kimi yayılır, təbəssümlüyür, gülümsüyür və belə bir xalq yetişdirdiyindən məmnun olur. Bala Heydər, Ata Heydər, Baba Heydər məsələsi bir yana, amma elit şadlıq sarayına gedəndə menyu ilə diqqətli olun və dəqiqləşdirin. Bu, Bala Heydər proyektinin icraçısı olan cənab Maarif Hüseynovun atlarının qoxusu gəlir ya gəlmir. Ən azından elə-belə soruşun, sizə səmimi cavab verərlər. At əti də varmı mətbəxdə yoxsa yoxdur? Ayam saqqal, üzr istəyirəm, ayaq saqqal, kaş sənin dilin quruyardı, dilin. Özün bugün sabah gəbərib gedəcəksən, bəs bu cəmaatı niyə poxa salırsan ha? Bu cəmaat yazıq deyil, bir pazımız bəs deyildi, indi də deyirsən ki, Bala Heydər gəlsin bizə, pazımızı vursun. Cənab Prezident, sizə heç bir qüvvənin gücü çatmaz. Adamlar arz edir ki, o balaca Heydarımız həmişə sağlam gümrah olub Azərbaycana rəhbər təyin edilsin. Sizin özünüzün yetişdirməniz olsun, özünüzün kadronuz olsun. Necə ki, Ulu Öndərimiz Heydər Əliyev sizi yetişdirib, balalarınız xoşbəxt olsun. O balaca Heydər sizə həmişə dayaq olsun. Balaca Heydər artıq deyil. Mən bir Ağdamlı olaraq 81 yaşlı bu qoca yaltağın bütün Ağdamlılar adından danışmasına etiraz edirəm. İlham Əliyevin ad günündə ona ev bağışlanır, o da 81 yaşından qoca ahıl vaxtından utanmır, necə yaltaqlıq eləyir. Ağdam bəlkə də indiyənə qədər belə bir yaltaq yetişdirməmişdi. Mən arz edirəm ki, adamlar arz edir ki, o balaca Heydarımız həmişə sağlam gümrah olub Azərbaycana rəhbər təyin edilsin. Sizin özünüzün yetişdirməniz olsun, özünüzün kadronuz olsun. Necə ki, Ulu Öndərimiz Heydər Əliyev sizi yetişdirib, Bostanda xiyar yetişdirilir. onun vəsiyyətlərinin hamısına əməl edirsiniz, özü yüksək səviyyədə. Hər evladın işi deyil. İndi siz o balaca Heydər Azərbaycanın rəhbəri olsun. Onunla fəxr edirik biz. Sizinlə fəxr edirik biz. Sizi sevirik, sizi dəstəkləyirik. Bütün Ağdamların adından deyirəm. Sən qələt eləyirsən bütün Ağdamlar adından danışmağa. Videonu tam göstərəcəm, bir neçə dəqiqəlikdir, səbirli olun. Xüsusilə Ağdamlılardan xahişim var. Ümumilikdə isə bu videonu izləyən bütün Azərbaycanlılar. Xahiş edirəm ki, öz mövqeyinizi şərhlərdə bildirin. Və ən əsası, kim bu qocanın yaltaqlığı ilə razı deyilsə, bu videonu bəyənsin. Razıdırsa bəyənməsin. Sadəcə qısa, konkret belə bir statistika aparaq. İndi gəlin, başdan qoyuram, 1-2 dəqiqəlikdir, səbirli olun. Bütün Ağdamlıların o qədər yüksək səviyyədə bugün sevinci var ki, bilmir ki, nədən başlasın, nədən tutarsın. Ürəyi dolu deyə yaltaqlıq üçün. Yəni, bugün əsasən sizin
doğum gününüzdür. Mən hər ikinizi, sizin evlatlarınızı təbrik edirəm. Sizə 24 dekabrda doğulduğunuz gün münasibəti ilə sağlam günlər arzulayıram, uğurlar arzulayıram. İlahi qüvvənin yaratdığı bəndə hansı ki xeyirxah işlərlə məşğul olur, hansı ki körpüsü olmayan yollara körpü salır. Xeyirxah işlərinə baxın ha İlham Əliyevin. Körpüsü olmayan yollara körpü salır. Dövlət deyə bu. Dövlət bunları görməlidir. 21-ci əsrdə bunlar olmalıdır da. Nələr? Yolu olmayan yerlərə yol çəkir, işığı olmayan şəhərə işıq salır, evi olmayan adamlara hamısına ev tikir, yardım eləyir, kömək eləyir, su çəkir. Bunların hamısı hər ikinizdə var. Həm Azərbaycanın birinci xanımı Mehriban xanım da, həm də Prezident İlham Əliyev də var. Ona görə ki, siz Ulu Öndərimiz Heydər Əliyevin evladısınız və onun tapşırığı ilə, onun varisliyi ilə siz Azərbaycanı həmişə qoruyursunuz. Biz bunu sevinirik, şad oluruq. Mən bir ağsaqqal kimi 81 yaşım var, mən bunu deyirəm. Utanmır. 81 yaşından utanmır. İlahi qüvvə var. Sizə heç bir qüvvənin gücü çatmaz. Ona görə ki, bu deyilən işlərin hamısını siz İlham Əliyev, Heydaroğlu, onların hamısını ürəkdən yatmadan, dincəlmədən, əziyyət çəkə-çəkə hansı yerdə, hansı rayonda təməl qoyursunuzsa onun icrası ilə, onun açılışında iştirak edirsiniz. İlham Əliyev yatmır, dincəlmir, istirahət eləmir, körpü tikir, yol tikir, ev verir, işıq çəkir. Azərbaycanın milli qurucusu Heydər Əliyevin təcrübəsi idi. Onun vəsiyyəti idi. O, Azərbaycanın yüksək səviyyədə memarı idi. Hər dəfə onunla görüş keçirəndə mən dünyanı elə bilirdim, dünya bizimdir. Düzdür də, hər dəfəsində sənin kimi yaltaqları çıxardırlar, həm atasının qabağına, həm sənin qabağına yaltaq tulapayı atır, elə bilirsən ki, dünya sənindir. Sənə verir də, o 150 min Ağdamlının hamısına verməyib. O obşişit ellərdə, yataqxanalarda, hələ də Dərnəgüldə yaşayan Ağdamlılar var. Pərən-pərən düşmüş qaçqın yataqxanalarında. Bilirdim ki, həyat bizimdir. O 35 ildir yaşayırlar bu şəkildə. Mən də yaşamışam da orada. 7 il mən yataqxanada yaşamışam və hələ də yaşayırlar. Hakimiyyətə gəlməsəydi Azərbaycan yoxdur. O hakimiyyətə gələndən sonra biz dirçəldik. Biz ondan sonra müəyyən yerlərdə tanındıq. Arz edirəm ki, heç bir pis qüvvələr sizə toxuna bilməsin. Biz onu, həmişə biz onu bütün Ağdamlar sizi sevir. Bütün Ağdam cemaatinin o balacasından tutmuş böyüyünə kimi sizi dəstəkləyir. Əziz Ağdamlılar, mütləq şərhlərdə yazmalıyıq, münasibət bildirməliyik. Sevirsiniz İlham Əliyevi? Bu adam, bu qoca sizin adınızdan necə danışa bilər? Hər Kim etiraz edirsə videonu bəyənsin. dəfə söhbət düşəndə deyir Allah İlham Əliyevə dəyməsin. Allah Mehriban xanıma dəyməsin. O Azərbaycanın birinci xanımıdır. O Azərbaycanın vitse-prezidentidir. O gözəl, yaxşı kömək edir İlham Əliyevə. Mən arz edirəm ki, adamlar arz edir ki, o balaca Heydarımız həmişə sağlam gümrah olub Azərbaycana rəhbər təyin edilsin. Sizin özünüzün yetişdirməniz olsun, özünüzün kadronuz olsun. Necə ki, Ulu Öndərimiz Heydər Əliyev sizi yetişdirib, onun vəsiyyətlərinin hamısına əməl edirsiniz. Özü yüksək səviyyədə. Hər evladın işi deyil. İndi siz o balaca Heydər Azərbaycanın rəhbəri olsun. Onunla fəxr edirik biz. Heydər Əliyevlə, balaca Heydarla nəyinə fəxr edirsən? Yaramaz. Və bu fikirdə olan insanlar, bu Heydər Əliyev, balaca Heydər Əliyev neyini yiyib sən onunla fəxr edirsən? Bar İlham Əliyev deyərsən ki, oradan buradan argumentlər, səbəblər deyərsən ki, bununla fəxr edirik. Yəni ona səbəb tapa bilərsən də, bir yaxşı, pis işləri var. Sən balaca Heydərlə nəyinlə fəxr edirsən? Bunun adı yaltaqlıqdır, başqa bir şey də deyil.
Və Ağdamlılar əminəm ki, bu qoca 81 yaşına baxmayaraq, utanmadan yaltaqlıq elədiyinə görə bunun sifətinə tüpürürlər. Sizlə fəxr edirik biz. Marif Hüseynov adındadır. Sizi sevirik, sizi dəstəkləyirik. Bütün Ağdamlıların adından deyirəm. Sən qələt eləyirsən bütün Ağdamlar adından deyirsən. Başqa bir videoya da baxın, çıxardıblar bunu qabağa, ev açarını təqdim edirlər. Mehribanla İlham. Xoşbəxt olsun. O balaca Heydər sizə həmişə dayaq olsun. Balaca Heydər artıq böyük. Ay Allah! Balaca Heydər artıq böyük. Ay Allah! Burada da artıq Mehriban Əliyeva münasibət bildirib. Deyir ki, balaca Heydər artıq böyüyür. Bir, onu deyim, mən Mehriban Əliyevanı belə mehriban görməmişdim. Zarafat da edib. Görünür ki, kefi də kökdür. Yəqin İlhamın ad günündə biraz da vurub, gəlib, kefi yaxşıdır, zarafat etmək keçir könlündən. Deyir, balaca Heydər daha böyüyüb. Məsələnin ikinci tərəfi isə bu söhbətin ucunu qoyur. Hansı söhbətin demək istəyir ki, balaca Heydər daha böyüyüb, hazırlaşın, o balaca deyil, İlhamdan sonra onu gətirəcək hakimiyyətə. Hazırlaşın millət, deyir. Amma zarafat da olsa, şəxsən mən bunu qəbul etmirəm. Mən inanmıram ki, ağlı başında olan Azərbaycanlı da bunu qəbul edər. Heydər Əliyev, ikinci Heydər gəlsin olsun ölkənin başçısı. Belə şey olar. Bura krallıqdır. Hakimiyyət atanan oğula keçir. Yoxsa respublikadır. Bu krallıqdırsa adını dəyişin, krallıq eləyin də. Birinci Heydər, ikinci Heydər, sonra birinci İlham. İndi Heydərin də oğlunun adını bilmirəm. Birinin adını bilirəm, Dəmirdir. İkincisinin adını da İlham qoyublarsa, onda o da olar ikinci İlham. Ayıbdır, bəsdirin, dünya gülür bizə. Biz respublikayıq. Rəsulzadənin, Cumhuriyyətin mirasıdır Azərbaycan. Biz krallıq kimi idarə olunmalı deyilik axı. Ayıbdır, bəsdirin, hə? Xahiş edirəm, videonu bəyənin, paylaşın, hər kəs görsün. Nə qədər ki, beləliklə amçaqqallar var, Azərbaycan xalqı heç vaxt qabağa getməyəcək. O Azərbaycanın birinci xanımıdır. O Azərbaycanın vitse-prezidentidir. O gözəl, yaxşı kömək edir İlham Əliyevə. Mehriban Əliyeva təbii ki, yaxşı kömək edir İlham Əliyevə. Ölkəmizin sərvətlərini yaxşı İngiltərəyə daşıyırlar. Yaxşı Türkiyəyə, Dubaya daşıyırlar. Bu amçaqqal utanıb ölmür. Bunun nəslində bir kişi yoxdur ki, bunun sifətinə tüpürsün ki, ay şərəfsiz, alça, bir dənə evə görə bu boyda dala girənlik olmaz. Onlar arzu edir ki, o balaca Heydarımız həmişə sağlam gümrah olub Azərbaycana rəhbər təyin edilsin. Sizin özünüzün yetişdirməniz olsun, özünüzün kadronuz olsun. Necə ki, ulu öndərimiz Heydər Əliyev sizi yetişdirib, onun vəsiyyətlərinin hamısına əməl edirsiniz, özü yüksək səviyyədə. Hər evladın işi deyil. İndi siz o balaca Heydər Azərbaycanın rəhbəri olsun. Onunla fəxr edirik biz. Sizlə fəxr edirik biz. Sizi sevirik, sizi dəstəkləyirik. Azərbaycanda qadınlar var ki, onların qeyrətinə qurban olun, kişi qeyrətli. Nə pula, nə vəzifəyə, nə çörəyə, nə işə, heç nəyə əyilməz. Amma kişilər var ki, yaxşılarından iraq, bunun kimi amçaqqallar var ki, pula görə, evə görə, maşına görə, nə bilim, yaxşı yaşamalarına görə əyilirlər. Tüpürüm sənin olmayan şərəfinə, tüpürüm sənin olmayan əqidənə, tüpürüm sənin üzünə. Oğraş. Çox sağ olun müəllim. Sizə uzun ömür arzulayıram. Balalarınız xoşbəxt olsun. O balaca Heydər sizə həmişə dayaq olsun. Balaca Heydər artıq böyük. Ay Allah! Siz dediniz, çox xoşbəxt olsunlar. Balalarınız xoşbəxt olsun. O cümlələri İki uşağı var. Allah! Siz baxıyla olmalısınız. Siz yerdə şəxsiyyətsiniz. Siz Azərbaycanı bütün dünyada tanıdırsınız. Siz o Polad yumruğunuzla siz elə
cəsarətli elə komandanlıq edirdiniz ki, Belə baxıram ki, bu kişi yaltaqlıq edir və İlham Əliyev həqiqətən də özü qızarır. Belə, yəni analığı olmayan bu yaltaq beləsinə olur da. Yəni ki, belə İlham Əliyevin oğurladığı xalqdan pullar, bunları xalqı ac vəziyyətində saxlayır. Saqqal bunları dilə gətirmir. Buna nə var, bir dənə ev verəcəklər. Bu belə Hacı Şakir, özü qurutma, yağlama, sürüşdürmə, hər şey var da bu kişidə. Kişi dedim, xətrə deyər, sən kişilərə, yəni kişilikdən sənin payın yoxdur. Yəni sənin payın olsaydı, sən bunları o cür arxaya girməzdin, o cür arxa öpməzdin. Baxın da, baxın, bunun yaxınları da baxsın, aparsın bu videonu qoysunlar, bir tüpürsünlər onun sifətinə, sinirlərə kişi ol, özünə də ləzzət eləyəcək. Hiss olunur ki, Mehriban xanım İlham Əliyevin ad günündə bir balaca vurub, kefi kökdür, zarafat zad da eləyir. İlk dəfədir görürəm. balalarınız xoşbəxt olsun. O balaca Heydər sizə həmişə dayaq olsun. Balaca Heydər artıq böyük. Ay Allah! Balaca Heydər artıq böyük. Amma Mehriban Əliyeva burada söhbətin ucunu qoyub, balaca Heydər böyüyüb. Yəni, ay millət, hazırlaşın. İlhamdan sonra oğlu gəlir. Görəcək günlərimiz var. Yox, biz bu günləri görməli deyilik. Azərbaycan atadan oğula keçən krallıqdırmı, yoxsa respublikadır? Yox, belə şeylərlə razılaşmaq olmaz. Zarafat deyib keçməyin. Çox hörmətli prezidentimiz, Ali Başkomandanımız İlham Əliyev. Çox hörmətli Azərbaycanın birinci xanımı, vitse-prezidentimiz Mehriban xanım. Çox xoş gəlmişsiniz. Gələn qədəmləriniz mübarək olsun. Sağlam olasınız, gümrah olasınız. Ağdam torpağına 32 ildir həsrət edik. Hər dəfə sizinlə görüşdə deydim, Marif, arxain ol. Mən sizi o torpaqları işğaldan azad edib sizi ora aparacağım. Həqiqətən də elə hiylə də olacaq. Şəxsən mənim və bütün Ağdamlıların o qədər yüksək səviyyədə bugün sevinci var ki, bilmir ki, nədən başlasın, nədən qutarsın. Yəni, bugün əsasən sizin doğum gününüzdür. Mən hər ikinizi, sizin evlatlarınızı təbrik edirəm. Sizə 24 dekabrda doğulduğunuz gün münasibəti ilə sağlam günlər arzulayıram, uğurlar arzulayıram. Sənə can sağlığı arzu edirəm. Allah səni qorusun. Bir də bir şeyi demək istəyirəm ki, cənab prezident, uzun illərin təcrübəsində görmüşəm ki, ilahi qüvvənin yaratdığı bəndə hansı ki xeyirxah işlərlə məşğul olur, hansı ki körpüsü olmayan yollara körpü salır, yolu olmayan yerlərə yol çəkir, işığı olmayan şəhərə işıq salır, evi olmayan sahip adamlara hamısına ev tikir, yardım edir, kömək edir, su çəkir. Bunların hamısı hər ikinizdə var. Həm Azərbaycanın birinci xanımı Mehriban xanımda, həm də prezident İlham Əliyevdə var. Ona görə ki, siz ulu öndərimiz Heydər Əliyevin evladısınız və onun tapşırığı ilə, onun varisliyi ilə siz Azərbaycanı həmişə qoruyursunuz. Biz bunu sevinirik, şad oluruq. Ulu öndərin vəsiyyətlərinin hamısını mən diqqətlə izləyirəm, onun hamısını əməl edirsiniz. O deyirdi ki, sizə tapşırırdı ki, siz Azərbaycanın işğal olunmuş 20% torpağını bərpa eləməlisiniz. Sərhədləri düzgün qoymalısınız. İşğal olunmuş kəndləri, işğal olunmuş şəhərləri, işğal olunmuş yerlərin hamısını işğaldan azad etməklə yanaşı yeni kənd, yeni şəhər, yeni qəsəbə salmalısınız. Bunların hamısını eləyirsiniz. Cənab prezident, Allah sizi qorusun. Mən bir ağsaqqal kimi 81 yaşım var. Mən bunu deyirəm, ilahi qüvvə var. Sizə heç bir qüvvənin gücü çatmaz. Ona görə ki, bu deyilən işlərin hamısını siz İlham Əliyev, Heydaroğlu,
onların hamısını ürəkdən yatmadan, dincəlmədən əziyyət çəkə-çəkə hansı yerdə, hansı rayonda təməl qoyursunuzsa onun icrası ilə, onun açılışında iştirak edirsiniz. Buna vaxt lazımdır, buna sağlamlıq lazımdır. Allah sizə sağlamlıq versin. Eləcə də Mehriban xanıma Allah sağlamlıq versin, Allah sizi qorusun. Siz Azərbaycanın 20% torpağını işğaldan azad elədiniz. 32 ildə Ağdam üzünə həsrət edik biz. Şəxsən mən hər dəfə sizinlə görüşəndə, hər dəfə görüşdə deyirdin ki, tələsmə, mərhələ onu gətirib çatdıracağım. Mehriban xanım deyirdi o sözü. Doğrudan da şükürlər olsun bugünkü günə ki, siz onu həyata keçirə bildiniz. Elə qüvvələrlə rastlaşırdınız, qabaqlaşırdınız ki, mən Əğus'da durub o televizorun qabağında saatlarla onu gözləyirdim ki, görüm nə cavab alınacaq. Ona elə cavab verirdiniz, mat olur. Ona elə cavab verirdiniz ki, o sizin sözünüzdən dönə bilmirdi sizə, baş əyirdi. Bütün dövlətlər, bunların hamısı Azərbaycanın milli qurucusu Heydər Əliyevin təcrübəsi idi. Onun vəsiyyəti idi. O, Azərbaycanın yüksək səviyyədə memarı idi. Hər dəfə onunla görüş keçirəndə mən dünyanı elə bilirdim, dünya bizimdir. Elə bilirdim ki, həyat bizimdir. O hakimiyyətə gəlməsəydi Azərbaycan yoxudur. O hakimiyyətə gələndən sonra biz dirçəldik. Biz ondan sonra müəyyən yerlərdə tanındıq. Həm də deyirdilər ki, dünyanın hər yanında deyirdilər ki, Heydər Əliyevin Azərbaycanı. O tanıtmışdır. İndi də sizin mərdliyiniz, qoçaqlığınız, sizin güclü rəhbərliyiniz hesabına, o şəhidlərimizin gücü ilə, qazilərimizin gücü ilə, müharibə veteranlarımızın səyi ilə biz həmin o işğal olunmuş torpaqları sizin rəhbərliyinizlə hamısını əldə etdik. İndi gözəl şəhər salırsınız. Sizə uzun ömür arzulayıram, sağlamlıq arzulayıram. Arz eləyirəm ki, heç bir pis qüvvələr sizə toxuna bilməsin. Biz onu, həmişə biz onu deyil. Bütün Ağdamlar sizi sevir. Bütün Ağdam cəmaatının o balacasından tutmuş böyüyünə kimi sizi dəstəkləyir. Hər dəfə söhbət düşəndə deyir, Allah İlham Əliyevə dəyməsin. Allah Mehriban xanıma dəyməsin. O Azərbaycanın birinci xanımıdır. O Azərbaycanın vitse-prezidentidir. O gözəl, yaxşı kömək edir İlham Əliyevə. Mən arz edirəm ki, Ağdamlar arz edir ki, o balaca Heydarımız həmişə sağlam gümrah olub Azərbaycana rəhbər təyin edilsin. Sizin özünüzün yetişdirməniz olsun, özünüzün kadronuz olsun. Necə ki, ulu öndərimiz Heydər Əliyev sizi yetişdirib, onun vəsiyyətlərinin hamısına əməl edirsiniz, özü də yüksək səviyyədə. Hər evladın işi deyil. İndi siz o balaca Heydər Azərbaycanın rəhbəri olsun. Onunla fəxr edirik biz. Sizinlə fəxr edirik biz. Sizi sevirik, sizi dəstəkləyirik. Bütün Ağdamların adından deyirəm. Bütün öz komandamızın adından deyirəm. Qarabağ atlarını mən ermənilərdən çox cəsarətlə aldım. O zaman aldım ki, 92-ci ilin fevral ayının 26-sı idi. 366-cı halayın gücü ilə Xocalıya hücum elədilər. Hücum eləyəndə Xocalı çox pis günə saldılar. Orada mənim 15 nəfər yaxın qohumum şəhid oldu. 5 nəfər yaxın qohumum əsir düşdü. Bu ərəfədə onlar Qarabağ atını da özəlləşdirmək istəyirdilər, özününkiləşdirmək istəyirdilər. Onu əldə eləyə bilmədilər. Biz mərdliyi ilə, qoçaqlığına o atları gətirdik. İndiki bu Quzanlı kəndinin üç oğlanda tövq verması vardı. Yığdıq orada saxladıq. Sonra da onu götürdüm, öz gücümlə apardım, Bakıya çıxardım. Sonra 2014-cü ildə siz Ağdamda görüşdə köçkün şəhərciklərinin açılışında iştirak edəndə sizə çatdırdıq ki, bəs Qarabağ atının vəziyyəti yaxşı deyil. Çox sağ olun, minnətdarım. Ağdamın milli simvoluydu. Ağdam üçün böyük bir hörmət elədiniz. Qarabağ atının
Mehriban Hanım ona kitap yazdırdı harici dilde. Bütün dünyanın her yanına yaydı. Siz ona büyük kompleks diktirdiniz. Bir Uzanlı kimi bir şehir salmışsınız orada. Uzanlı qəsəbəsi kimi büyük bir şehir salmışsınız. Ağdam cemaati size ömrü boyu minnettardı ki Qarabağ atını Ulu Önderimiz Heydər Əliyevin tapşırığıyla regionların iqtisadi inkişaf dövlət proqramına İlham Əliyev saldı. Şimdi orada sizin hesabınıza, bak o hanımın hesabına Qarabağ atı inkişafdadır, özü yüksek seviyede. Bizim məscidimizi, Ağdam məscidini, o qoşa minarəni, Cuma məscidini ermənilər məhv eləmişdi. Mən çox xırdalamıram. Onu siz yenidən bərpa elədiniz. Bizim Ağdamın ürəyindən keçən işləri elədiniz. Muğam evini yarattınız. Muğam evi bizim Ağdam üçün en lazımlı bir yer. Hem Muğam evi, hem Qarabağ atı, hem de ki o başka işlerin hamısını siz yüksek seviyede gördünüz. Allah sizin köməyinizdə olsun. Siz yaxşı ailenin, güzel ailenin, Ulu Önderimiz Heydər Əliyevin düzgün, güzel, cesaretli bir oğlusunuz. Onun vəsiyyətlərini bütün adamların adından size öz teşekkürümüzü, minnettarlığımızı bildiririk. Biz seni sevirik. Çok sağ olun. Senin bütün uşaqlarını da, balaca Heydar'ı da sevirik. Senin arxancan hara desen getmeye hazırım. Ne desen eləmeye hazırım. Siz ki o qatarı getirip Ağdam'a çıkartmışsınız. Ağdam demeyen şəraitləri yaradırsınız. Game planını, o game planından benim məlumatım var. Planını. Allah size ömür versin. Allah'tan arz edirəm ki, ilahi qüvvə sənə sağlam ömür versin. Yoldaşına sağlam ömür versin. Balalara